ki, güçlülərin xoşuna gəlsin, xalqın naziri, daha xalqın komissarıdır bu adam. Yaradıldı və Azərbaycan SSR-nin birinci konstitusiyası qəbul olunur. Birinci konstitusiyası qəbul olunur. Birinci konstitusiyasına görə seçmək və seçilmək hüququ kimlərə verilmişdir? Kimlərə? Fəhlələrə, kəndlər, fəhlə və öz əməyi ilə yaşayanlara verilirdi. Sonra Sovet Rusiyasında RSFSR-in birinci konstitusiyası əsasında yaradılmış bir konstitusiyaydı. Sonra milli mətbuat, vicdan, azadlıqları verilirdi. Milli azadlıqlara sərbəst inkişaf etmə təminatı verirdilər. Bu oldu belə. 1900 deməli 29-cu ildə Azərbaycanda birinci katib vəzifəsi yaradılır. Və 1933-cü ilə qədər də bu vəzifədə qeyri-Azərbaycanlılar, qeyri-millətlərdən ki, ruslar, ermənilər, gürcülər, yahudilər tuturdular həmin bu vəzifəni. Stabillik və sabitlik nə vaxt yarandı? 1933-cü ildə bu vəzifəyə Mirzəfər Bağırov gətirilir. Və Mirzəfər Bağırov da burada avtoritar hakimiyyət qurur. Bu nəyə Arxeylov avtoritar hakimiyyət qururdu? 33-cü ildə onun haqqında danışmamışıq, onun yaradılması haqqında, SSR-nin yaradılması haqqında. Azərbaycan SSR-i başqa şeydir, SSR-i ali şeydir. Onu danışacaq, bu dərsimizdə danışmalıyıq. Deməli, SSR 22-ci ildə qurulubdur, dekabrın 30-dan qurulubdur. Artıq o Mirzəfər Bağırov hakimiyyəti yanında Sovet Sosialist Respublika İttifaqı 11 ildir ki, fəaliyyət göstərir. Onun da rəhbəri kimdir? Stalindir. Stalin ümumi SSR-də avtoritar rejim qurmuş, yəni tək başına hakimiyyət. Və tapşırmışdı ki, bütün o SSR-i daxil olan respublikaların rəhbərlərinə hamısına tapşırmışdı ki, siz də öz yerlərinizdə bu cür avtoritar hakimiyyət qurun. Ki, sizə qarşı çıxanlar çıxa bilən olmasın. Amma yaddan çıxarmayın ki, bütün Sovet məkanında ən avtoritar adam kimdir? Mənəm də, yəni Stalin, həm də Mirzəfər Bağırov. Bir də partiyada intriqalara son qoyur, çəkişmələrə... Bəli, son verirəm. Hansı dərsiniz? Hansı dərsiniz? Bəyətən danışdığımız dərsiniz, yekunlaşdıracaq. Təyinlə, nə dersin, nə olur? Birdən qoysa. Deməli, bu oldu bizim bayaq danışdığımız dərslərin yekunu, qısa xülasəsi. Bir də 1920-ci ildə Sovet hakimiyyətinə qarşı çıxışlardan danışdı. Bəli. Və canlı yayındayım. Bütün Azərbaycan sağa baxır. Sən səsini geçdin. Sən səsini geçdin. Nəysə, deməli, Sovet hakimiyyətindən qarşı çıxışlar, bunda səbəblərini danışdıq da biz, düzdürmü? Deməli, harada baş vermişdi? Gəncədə, Qarabağda, Zaqatalada, sonra Şəki, Şəmkir və Lənkəranda baş vermiş. Məsələn, Gəncə üsyanı ilə Qarabağ üsyanının ortaq cəhəti o idi ki, burada üsyançılar kimləri idi? AXC ordusunun əskərləri idi. Sonra Zaqatala üsyanında əvvəlcə dinc əhali işlər ki, sonra AXC-nin ordusunun müəyyən hissələri onlara qoşulmuşdular. Və hamısı da yatırıldı. Səbəb nədir yatırılmasına? Vahid, buyur. Mərkəzdən itaat edilmədim. Yəni, Vahid mərkəzdən Qübbələr nisbəti bərabərdir, ayrı. Bəyət Fidan deyirdi ki, hansı üsyanda qadınlar və uşaqlar iştirak edirdilər? Mədni deyirdi. Şəmkir. Şəmkir, hə.
Nəysə, üsyanlar yatıldı. Bir də keçmiş AXC belə deyək də məmurlarına qarşı, vəzifəli şəxslərinə qarşı repressiyalar həyata keçirildi. Onların bir qismi güllələndi, bir qismi zindana salındı, sürgün olundu, bir qismi isə adasına aparılıb. bir qismi də məcbur olub ölkəni tərk etmişdir. Bir də yadınızdadırsa 1918-ci il 28 dekabrda belə bir məsələ var idi. AXC nümayəndə heyəti Parisə göndərilmişdi. Versal konfransın işləşdi. Dedim bu yana işlədik. Hə, olur. Ne kadar? Göndərmişdi. Onlar, yəni 1920-ci ilin aprel 28-nə qədər hələ oradaydı. Müzakirə planları gedirdi. Burada da hakimiyyət dəyişikliyi baş verdi. Onlar qayıtmadılar ölkəyə. Onlar haqqında bir film də var. Əbədi ezamiyyət. Baxa bilərsiniz. Qayıtmırlar. Ezamiyyət nədir? İş dalınca harca getmək. Bu əbədi deyiləm ki, qayıtmadılar. Amma Azərbaycan dilləri.